Jurnalistika fakültəsində peşə fəaliyyəti ilə əlaqədar şəhid olmuş Azərtacın müxbiri Məhərrəm İbrahimovun xatirəsinə həsr olunan tədbir baş tutub. Tədbirdə jurnalist Əsgər Əlioğlunun müəllifi olduğu Jurnalist ömrünün əbədiyyət nəğməsi kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan dekan müavini Samir Xalidoğlu bu kimi təqdimatların keçirilməsinin gənc jurnalistlərin peşəyə yanaşmasında böyük rol oynadığını qeyd edib. Tədbir zamanı Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və Multimedia və Elektron Kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli çıxış edib. Onlar Məhərrəm İbrahimovla bağlı xoş xatirələrini bölüşüblər. Məhərrəmin zəhmətkeşliyindən, əzmkarlığından və insanlıq keyfiyyətlərindən söhbət açaraq onun xatirəsinin daim yad ediləcəyini qeyd ediblər. Azərbaycan Respublikası Milli Məclisin deputatı, kitabın rəiçisi Rizvan Nəbiyev, nəşrin şəhid jurnalist Məhərrəm İbrahimovun vətənə və peşəsinə olan sadiqliyini əks etdirdiyini söyləyib. Kitabın müəllifi jurnalist Əsgər Əlioğlu qardaşı Məhərrəm İbrahimovun jurnalist fəaliyyətindən bəhs edib. Onun hərbi jurnalistikanı peşə olaraq seçməsini, işinə olan sevgisindən irəli gəldiyini vurğulayıb. Bu kitabın isə onun gördüyü işlərin daha geniş kütləyə çatdırılması məqsədi ilə yazıldığını və 4 il üzərində çalışdığını da qeyd edib. Sonda isə tələbələrin sualları cavablandırılıb və müəllif onlara imzalı kitabını təqdim edib. Zəhra Niftiyeva, Zahid İbrahimov, Bedu xəbər.